videonun davamı gəlir, deməli. Videonun davamını çəkirəm. Siz izlədiniz. Bu da o videonun arxasıdır. Deməli, tort bişirmişdim, bilirsiniz. Belə özüm hazırlamışdım. Amma atası da Dənizə hədiyyə fikirləşib ki, nə alım, tort alıb gətirib. En sevdiğim. En sevdiğiydi Dənizin ağ şokolad, qara şokoladla olan belə bir dənə tort alıb gətirib, sağ olsun. Bir dənə də belə üstündə nağıl tortu. Rulet kimi də, bunu elə belə şirniyyat kimi alıb. Hə, qəşəngdir. Özüm çıxardım da. Yavaş gözlə. Aha. Ama bu da biraz fazladır. Yani rulet. Olsun da kuzu. Bir də bunu alıb gətirib eləmə. Bunu bir də bu tortumuzu alıb gətirib, sağ olsun. Belə yavaş-yavaş işlərimiz görülür. Ad günün mübarək. Ad günün mübarək. Arzu tut. Hamısı gerçək olsun inşallah ömrüm. 100 yaşa. Salatlarımı hazırlamışam. Burada göyərtiləri. Burada da pomidor xiyarımı doğramışam. Qəşəng. Hə. Yeməklərimiz ha. Hə. Dənizin sinif yoldaşı gəlib. Çox sağ ol qızım. Gəlin, keçin içəri, keçin. Keçin. Burada börəklərimi qızardıram. Yavaş-yavaş qonaqlarım gəlir. Tortlarımız. Və Eltimin hədiyyəsi. Nə deyir ki, onun adı şimdi? Bu da şirniyyatımı göstərməmişdim. Özüm pişirmişəm. Bilmirəm, videonu harda saxlamışam, nə çəkmişəm, nə çəkməmişəm. Çox başım qarışıq oldu, qonaqlarım çox oldu. Bacımgil, qaynımgil, xalamgil, oğlu, gəlini, nəvələri, anam, o birisi xalam. Yəni hamıda qonaqlarımız çox idi. Ona görə gah suyumuz kəsildi, gah qaz kəsildi. Amma şükür Allaha hər şey yaxşı oldu. Sağ-salamatlıqla başa vurduq. Həmişə kimi paltaryan qoşulub, qabyan qoşulub. Qabyan indi qutardı. Orada da qazanlar var, yuyulub. Burada da biraz qablar var. Həm paltar, həm qabyan, həm əldə yuyuldu. Hələ bir partiyada baxın, orada moykanın içində var. Burada belə hər şey qarışıq. Bu otaqda belədir hər şey. Qatma qarışıq, hər şey indi yığışdıracağım, təmizləyəcəm hamısını. Daha sonra ayaqlarım getmir, o qədər yorulmuşam. İnşallah ki, yaxşı olar. Amma ad günümüz çox yaxşı keçdi. Çox gözəl. İnşallah gözəl qızım 100 yaşasın. Ömrü 100 olsun. Canı sağlam olsun. Allah bütün balaları qorusun. Eləcə də mənim qızlarımı. O qədər yorulmuşam. Heç iş görməyim gəlmir. Yavaş-yavaş yığışdırım. Hər şey çox gözəl idi. Hər şey çox gözəl keçdi. Yedik, içdik, danışdıq, güldük. Yavaş-yavaş gəlirəm bura. Bir partiya qablarım var. Bunlar da yerinə yığılacaq. Daha sonra işlər. Bu da qutarıb. Maşınımızda qəşəng gül kimi yuyub. Burada da baxın qablarımız. Hamısını qəşəng. Biraz suylar çəkilsin. Götürəcəm. Əslində buxarlıdır. Qurudur. Tam qurutma rejiminə qoymuram. Belə yaxşıdır. Yerimə baxın. Sabahınız xeyir. Axşam güya video çəkirdim.
Tez yığışdırdım hər yeri. Qəşəng toz soranladım, polları sildim. Gül kimi burada uzanmışam ki 5 dəqiqə uzanım. Durun gedim yerimi. Gətirib dəniz üstümü örtüb. Yatıp qalmışam burada, içəri evə getməmişəm. Yataq otağına. Kardiyonun xalçasını götürdüm, altını sildim axşam. Daha sonra orada yerdə corablar var ailenin. Onları götürəcəm. İşlərimə davam edim bugün. Gəldim kuxnaya. Paltaryanı qoşdum yenə. Süfrələrimi yusum. Bir də çay dəsmallarımı yusum. Daha sonra maşından boşaldıq qabları. Hamısını boşaldım. Qupqurub və tərtəmiz. Bunu göstərmişdim sizə. Bu da kompota, çaya, hər şeyə çox qəşəngdir. Xoşum gəlir. Hələ 2 restə paltaryanı qoşmalıyım. Paltarlar var. Buraya yuxarı qaşıq qoymamışam. Qaşıqların hamısını əlimizdə yumuşdum. Qutardı. İndi keçdik boş qablara. Əyildim, qalxdım, belim ağrıdı. Все, bu da qutardı. Baxmayaq. Bunları da pay yerləşdirim. Gəldim indi buradan yerinə yığmağa. Silmişəm aşağısını. Yuxarının da indi arkaya bunu koyayım.
Bundan 12 ədəddir məndə. 12 sok bakalım. Bu da benim. Daha sonra bunlar kalıb. Bunlar da yığım. Bundan da 15'ti bu. Qalanını gətirim koyacağım. Burayla işim bitti. Bağladım. Susi. Şarna oynayır. O yavaş yavaş ezildin. Can. Burada da bir iki kap koyulmalıdır. Geldim bura. Deməli. Bunu koyuruq yuxarı. Koyduq. Bura. Düzelttim. Da belə. Bu da belə. Daha sonra görüm neyinirəm. Uşaqlar yatıb hələ məktəbə getməliyik. Ailənin kitabları veriləcək. Onları gətirməliyik. Ay, daha sonra nə qədər işimiz var bugün də. Çəkim bura. Geldim oturdum yine zalda biraz iş gördüm. Qablar zadı yerine yığdım. İndi gözləyirəm uşaqlar oyansın. Daha sonra məktəbə gedək. Ay belə bu günümüz də belə keçirdək. İnşallah bugün son gündür. Məktəblə bağlı artıq getməyəcəyik. Bir də tətildən sonra bol-bol inşallah istirahət edərik. Hamıya xoş istirahətlər olsun. Bol-bol gəzək, əylənək, uşaqlar dincəlsinlər. Uşaqlardan çox da mamalar. Belə gedib gəlib biraz uzanmaq istəyirəm. Çox yorğunam həqiqətən. Bu videonu da burada bağlayım. Sabah növbəti bir videoda, vlogda görüşmək ümidi ilə. Sağ olun, hələlik. Kanalıma abunə olmağı, bəyən düyməsini basmağı unutmayın.